Ninkoviç və Romanikon cəzalıdır. Beləliklə, start səslənir. Əli Əliyevin startı səsləndi və Nadir yer oynadı. Səbuhi, Masaki Murata. Yenə Səbuhi Abdullazadə. Cinahda Yankoviç top istirdi. Səbuhidən qapıya zərbə. Ötürmə gəldi qapı qarşısına. Başla zərbə. Amma İmani Barkerin məhz bu futbolçu yaxınlaşıb. Out yerinə yetirir. Belədir ki, var. Mübarizə atdı topu. Təhlükə də var burada. Qapıya zərbə amma Xəyal Fərzullayev yerindədir. Bir daha baxaq epizodun təkrarına. Budur Thompson Gavi. Onun Rauf. Qapıya zərbə indirilir. Təhlükəlidir amma dəqiq deyil. Tam fərqli ola bilərdi. Baxırıq bir daha epizodun təkrarına. Bax, zərbəni endirən Kyle Spence idi. Rauf'un ötürməsindən sonra Kyle Spence'in zərbəsi çox təhlükəli alanda amma dəqiq keçmədi. Masaki Murata. Murata qapı qarşı göndərir topu. Başla zərbə indirilir. Nihat'ın zərbəsi. Təhlükə var amma çıxa bilmədilər. Thompson Gavi təzyiq etdi. Topu aldı. Rauf, Thompson Gavi ötürmə. Amma bu paralel ötürməni kimsə tamamlaya bilmir. Ala bilərdi. Masaki Murata ondan ötürmə və bu epizod penaltidir. Kobudluq, baxırıq bir daha. Bəli. Burada bax, penaltiden əvvəl də bax belə bir. Bəs bu dəfə necə? Səbuhi Abdullazadə ondan zərbə və qapçı. Top xətti keçmişdi mi? Keçmişdi deyir. Keçmişdi deyir. Top qapçıya müdaxilə ardınca tirə dəydi və topu mərkəzə gətirir Karvan Yevlax futbolçuları Səbuhi Abdullazadə. İzləyəcək, baxırıq bir daha Səbuhidən zərbə, qapçı. Bəli, təbii, yox. Yəni burada top xətti keçmişdi, mübahisə doğuracaq bir məqam yoxdur. Beləliklə, Səbuhi Abdullazadənin penaltidən vurduğu qolla Sumqayıt. Birbaşa zərbədir bu. İmani Barkerdən Xəyal dəf edir zərbəni. Baxırıq, bu zərbə anında çox topa çatıb təkrar zərbə endirən Kyle Spence. Spence cərbə meydançasında qapıya baxır, zərbəsi dəqiq deyil. Hələlik Fədrəsində ondan ötürmə cərbə meydançasına Emil Mustafayev və yenə penalti. Növbəti penalti təyin olunur Karvan Yevlaxın qapısına. Baxaq, Emil Mustafayev ayağını uzatmışdı Şakil Sno. Yunusadə əgər yığdısa ayağını Şakil fit verildi. Rüstəm Əhmədzadə ondan zərbə və qapçı el oynadı. Bu dəfə penaltini dəf edir Pedro Mateus. Baxırıq bir daha. Oxudu Pedro Mateus. Hara baxırdısa orada vurdu. Rüstəm Əhmədzadə və Pedro Mateus. Amma irələmək mümkün olmur. Top ikisi Karvan Yevlaxdan əvəzində Sumqayıt hücum axtarışında. Oyundan kənar vəziyyət var ya yox. Başqa söhbətin mövzusudur. Hələ ki Rüstəm Əhmədzadə sürətlə irəlir. Rüstəm zərbəsi qapçı. Qapçı oyundan kənar vəziyyətdə var imiş, bayraq havada. Və daha sonra isə oyundan kənar vəziyyət olduğunu bildirdi. Epizodda qolla nəticələnməli. Bax, bu cür imkanlar olacaq Sumqayıtın. Əks hücumlar olacaq. Şakil Sno bu zərbənin qarşıda alır. Əks hücum şansı var meydan sahibləri üçün. İndi Uğur Cahangirov. Uğurdan ötürmə. Mikels təhlükəli. Mikels və topu qapıdan keçirə bilmir. Qeyri dəqiq zərbə endirir burada Mikels. Dəqiq, gözəl yerinə yetirildi. Oyundan kənar vəziyyətdə yoxdur. Burada Uğur Cahangirov əlada ötürmə etdi. Komanda yoldaşdı. Zamanında etdi. Gecikdirmədən etdi amma Mikels'in zərbəsi qeyri-dəqiq alındı. Bəli, burada Beskrovayn artıq özünü çatdırmışdı. Amma sənin halda Mikels ən azı topu qapı çərçivəsi Sumqayıt bütöv komanda ilə geri çəkilib. Qapı qarşıda gələn top, başla zərbə. Thompson Gavi, qapçı Xəyal. Xəyal Fərzullayev komandası qoldan xilas edir.
Baxırıq bir daha Thompson Gavi və Xəyal ikinci cəhddə topu götürür. Elvin Yunuszadə. Ondan irəli göndərilən top. Samir növbəti ötürmə. Bu dəfə də alınmadı. Peter Kings. Top yenə Samir'in üstündən gəlir. Çıxa bilmir Sumqayıt meydanın özünə əsasın. Samir önünü boşaltdı. Ötürmədir qapı qarşısında. Və gol! Mikels 90 üstə gəl. 4-cü dəqiqə Mikels bərabərlik golunu vurur. Dramatik bir oyun, dramatik bir sonluq bu maçda. Mikels bərabərlik golunu vurur. Karvan Yevlax 90 üstə gəl 4-cü dəqiqədə bərabərlik golunu vurdu. Ardıcıl hücumlar, ardıcıl cəhdlər, ard-arda 3 epizod oldu və üçüncüdən Yevlax komandası baxırıq oyundan kənar vəziyyət yoxdur. Təbii ki, mərkəz müdafiəçilərin arasında bir dəhliz var idi burada və Mikels qapıcı da çıxışda gecikdi, amma təbii ki, burada mərkəz müdafiəçilər də nəzarətsiz buraxdılar və Mikels bərabərlik golunu vurur Samir Abdullayevin ötürməsindən sonra. 90 üstə gəl 4-cü dəqiqədə gələn bərabərlik qolu. Komandası, bu da vardan gələn gördü. Peter Kings qaydanı pozdu. Və bu da Finalfti. Əliyev Finalfti səsləndirir tamaşaçılar və dramatik bir sonluq. Karvan Yevlax Sumqayıt maçı 1-1 hesabı ilə başa çatır.